Ukrayna ordusu Azov dənizində bir gecə ərzində Rusiyaya məxsus təxminən 28 gəmini vurub. Bu barədə Ukrayna pilotsuz sistemlər qüvvələri məlumat yayıb. Qeyd olunub ki, hazırda əlavə kəşfiyyat aparılır və yekun rəqəm arta bilər. Rostov vilayətinin qubernatoru Boğazda 4 gəminin zərər gördüyünü təsdiqləyib. Onun sözlərinə görə, zərbə nəticəsində zədələnən gəmilərdən ən azı biri tankerdir və bir dənizçi də həyatını itirib. Ukrayna tərəfi həmçinin son 6 gün ərzində Rusiyanın kölgə donanmasına məxsus ümumilikdə 76 tankeri vurub. Eyni zamanda Ukrayna dronları kütləvi hücumdan sonra Rusiyanın Azov-Don gəmi kanalını bağladığı da vurğulanıb. Rusiya Sərhəd Xidməti Don çayını Azov dənizi ilə birləşdirən kanal üzrə gəmilərin keçidi üçün yeni müraciətləri qəbul etmir. Keç boğazında da gəmi hərəkəti müvəqqəti dayandırılıb. Qeyd edək ki, daha öncə Ukrayna Rusiyaya məxsus 18 gəmini vurduğunu açıqlamışdı.